Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu reseptdən sonra soyuducunuzda bir damcı da mürəbbə şirəsi qalmayacaq. Gəlin mürəbbə şirəsindən pambıq kimi yumşaq piroq hazırlayaq. Əvvəlcə qeyd edim ki, xəmir üçün lazım olan ərzaqlar çalışın ki, hamısı ev temperaturunda olsunlar. 4 ədəd iri ölçüdə ağlı sarılı yumurta götürürük. Üzərinə 1 stəkan dolu, yəni 200 qram istənilən mürəbbə şirəsi əlavə edirik. 1 paket də qabartma tozu əlavə etdikdən sonra çırpıcı vasitəsilə bunları yaxşı-yaxşı ağırana qədər qarışdırırıq. Mən gilas və ərik mürəbbəsinin şirəsini qarışdırdım. Ümumilikdə 1 stəkan mürəbbə şirəsindən istifadə etdim. Və gördüyünüz kimi qarışdıra-qarışdıra tam rəngi ağarır. Ağardıqdan sonra üzərinə 1 stəkan dolu duru yağ əlavə edirik. Duru yağı da əlavə etdikdən sonra çox az qarışdırırıq. Sonda isə 3 dəfə olmaqla 1 stəkan yarım un və 1 paket də vanilya əlavə edirik içərisinə. Çalışın unun hamısını əlavə etməyin. Hissə-hissə, yenə də qeyd edirəm, 3 dəfə olmaqla unu əlavə edirik. Unu hissə-hissə əlavə etdikdə un tez həll olur və toparlanmır xəmirin içərisində. Xəmirimiz çox qatı olmayan bir xəmir olur və bu xəmiri mən soba listində hazırlayıram. O qədər gözəl bir reseptdir ki, mütləq indidən bu videonu yaddaşa verin ki, itirməyəsiniz. Həm hazırlanması çox asandır, həm də çox az ərzaqla başa gələn bir piroqdur. Baxın, gördüyünüz kimi çox qatı olmayan bir xəmir olur. Bu piroqu mən soba listimdə hazırladım. Mənim soba listimin ölçüsü 38-in 35-ədir. Listə mütləq bir yağlı kağız sərib xəmirə əlavə etmək lazımdır. Yağlı kağız olmazsa onda mütləq listi öncədən kərə yağı ilə yağlayıb üzərinə biraz un səpin. Listi masanın üzərinə 3-4 dəfə vurub və öncədən isidilmiş sobada mən konveksiya rejimində 170 dərəcədə 30 dəqiqə müddətində bişirib götürdüm. İçərisinə yaxşı bişib-bişməməyindən mütləq bir çöp vasitəsilə yoxlamaq lazımdır. Əgər çöp xəmirin içindən quru halda çıxırsa, deməli xəmiriniz hazırdır və sobadan çıxarda bilərsiniz. Konveksiyasız sobalarda 180-190 dərəcədə bişirə bilərsiniz. Xəmir o qədər yumşaq, o qədər kövrək alınır ki, qətiyyən isti halda kəsməyə məsləhət görmürəm. Mütləq ilıq hala gəlməyini gözləyin. İlıq hala gəldikdən sonra rahatlıqla yağlı kağızdan çıxardırsınız. Daha sonra isə 4 tərəfini kəsib bu hissələrdə üzəri və kənarları üçün ovuntu hazırlayırıq. Burada da rondoya ehtiyac yoxdur. Sadəcə elə əlinizlə 2 barmaq arasında qəşəng ovub bir kənara qoyursunuz. Bilirəm, soruşacaqsınız, bu piroqa qətiyyən nə süd, nə qatıq, nə də şəkər tozu vurulmur. Şirinliyi də yetərincə olur. Piroqun xəmirini ortadan 2 hissəyə bölürük. Siz xəmirin gözəlliyinə baxın. O qədər gözəl pişib ki, yumşaq pambıq kimidir. Hətta siz bunu istəsəniz tort kimi də yığa bilərsiniz. Ayrı-ayrılıqda bu xəmirdən, yəni 2 dənə belə bişirib, 2 list bişirib, iri bir tort formasında da yığa bilərsiniz. İçliyi və üzəri üçün, kənarları üçün mən qaynanmış qatlaşdırılmış süddən istifadə etdim. Siz istənilən cemdən də istifadə edə bilərsiniz. Yarım bankadan bir qədər artıq qaynanmış qatlaşdırılmış süddən istifadə etdim. Biraz da qoz ləpəsi səpdim, çox ləzzətli alındı. Üstünə də kəsdiyim yenə də piroqumuzun xəmirini yerləşdiririk və son olaraq da üzərinə qaynanmış qatlaşdırılmış süd və kənarlarını da qaynanmış qatlaşdırılmış südlə örtdükdən sonra öz ovuntusu ilə həm kənarlarını, həm üzərini örtürəm. İnanın ki, bu piroqu gözlətməyə ehtiyac yoxdur. Bir 10-15 dəqiqə ev temperaturunda qalsın, kəsib nuş eləyin. Hətta evinizə təcili bir qonaq gələrsə bu piroqu rahatlıqla hazırlaya bilərsiniz. Hər birinizin evində, əlinizin altında olan ərzaqlarla çox asan başa gələn çox ləzzətli bir piroq alınır. Nəticəsi həqiqətən də möhtəşəm alındı. Siz piroqun yumşaqlığına bir baxın. Əgər evinizdə mürəbbə şirəsi varsa, bu resepti mütləq sınayın. Hazırlayanda da nəticəni şərhlərdə mənimlə bölüşməyi unutmayın. İnanıram ki, bu reseptdən sonra, bu videodan sonra heç kimin soyuducusunda mürəbbə şirəsi artıq qalmayacaq. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, kanalımızın böyüməsində bizə dəstək olmaq üçün videolarımızı izləyərkən bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Kanalımda mürəbbə şirəsindən tortlar, peçenyalar, kekslər, möhtəşəm reseptlər var. Həmin reseptləri də mütləq izləyin. Göz haqqınızı halal edin. Yeni videolardan xəbərdar olmaq üçün mütləq kanalımızı izləmədə qalın. Bugünlük bu qədər. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.